Şükürlər olsun ki, Allahımıza. Rəqsanə İsmailova, gözəl müğənnimiz artıq azadlıqdadır, evində, eşiyində, mənzilində, övladlarının yanında, həyat yoldaşı Fazilin yanında, anası Adilə xanımın yanındadır. Şükürlər olsun. Mən bir neçə dəfə yenə də onunla bağlı xəbərlər belə tirajlamışam ki, belə yaxşı mənada. Və videoların altına hamı yazır ki, Rəqsanə xanım toyda olub, nə bilim. İndi onu yazırlar, mən bilmirəm də, sadəcə olaraq. Və bir neçə gün bundan öncə də canlı efirdə olub, onun müzakirəsinə başlayıblar ki, buna necə ev dustaqlığı veriblər ki, bu necə ev dustağıdır ki, efirlərə çıxır, mahnı oxuyur, görünür filan. Rəqsanə xanım təbii ki, açıqlama verdi. Onu da mən sizə çatdırım ki, o deyir ki, təbii ki, mən əgər efirə çıxmışamsa icazəliyəm və orada deyir, saatlar göstərilir. Tutaq saat 12-dən 3-ə qədər o müstəqildir də. Müstəqil o mənada ki, tutaq ki, mən düşünürəm marketə gedə bilər, əgər verilişə çıxıbsa, digər də məsələn o lazım olan yerlər var da, ora gedə bilər və özü açıqlama verir ki, saatla mən iş görürəm. Tutaq ki, 3 saat, 4 saat mən bu arada hansı işlərimi görə bilərəm, o cümlədən də efirə çıxa bilərəm. Təbii ki, çıxdı, efirdə göründü, gözəl mahnısına. Narahat olmayın, əzizlərim. Rəqsanə qanunu, qayda qanunu pozmayıb. Hamısına əməl edir. Yəni, narahatçılığa heç bir ehtiyac yoxdur, əzizlərim. Yəni, qanundan kənara çıxmır. Qanun nə göstərirsə, Rəqsanə İsmailova onların hamısına riayət edir. Və məndən sizə bu qədər yazmayın. Nə gəldi yazırsınız, yorursunuz məni.